Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn məkana sığmazam. Məndə sığar iki cahan, mən bu cahana sığmazam deyən nəsimini Azərbaycan kino tamaşaçılarına sevdirən Respublikanın xalq artisti Rasim Balayev oldu. Tarixi filmlərə öz imzasını böyük hərflərlə atdı. Babəkdə bir tək baxışları belə kifayət edirdi ki, insanlar onun şücaətini, onun məğrurluğunu, onun vətənsevərliyini çözə bilsin. O təkcə tarixi qəhrəmanları deyil, eyni zamanda müasir səpkili obrazları ilə də yadda qalmağı bacardı. Çoxlu filmlərə imza atan aktyor hər bir obrazda Azərbaycan kino aləminə, Azərbaycan kino sənətinə böyük müjdələr verdi. Aktyor bugünkü uğurundan, şöhrətindən söz açanda müsahibələrinin birində deyir ki, yalnız bir adamın bu uğurlarımı görməyini istəyərdim. O da mənim atamdır. Çox təəssüf ki, atam bu şan şöhrəti, bu uğurları görmədi. Ümid edirəm ki, görsəydi, mütləq sevinərdi. Çox təəssüf ki, bugün 78 yaşında Azərbaycan Respublikasının xalq artisti Rasim Balayev dünyasını dəyişdi. Amma bilirik ki, ruhlar ölmür və hər dəfə Azərbaycan kinosunda onun filmləri izləndikcə inanırıq ki, aktyor əbədiyyətə qovuşacaq.